Salam. Elm TV efirində xoş gördük sizləri. Bugünkü verilişimizin qonağı AMEA Tarix İnstitutunun direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyevdir. İlqar müəllim, xoş gəlmisiniz efirimizə. 1920-30-cu illərdə Azərbaycan SSR-də milli siyasət var idimi? Əgər var idisə, bunun əsas istiqamətləri nədən ibarət idi? Bu milli siyasət əslində 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulur və bu milli siyasət əslində elə bolşeviklərin hətta Rusiyada 17-ci ildə hakimiyyətə gəldikdən sonra bu həyata keçirilməyə başlamışdı. Bu bolşeviklərin milli siyasəti idi. Hələ 17-ci ilin noyabrında Rusiya bolşevikləri keçmiş Rusiya imperiyasının xalqlarına belə deyək, müraciətlər etmişdilər. Həmin müraciətlərdə qeyd olunurdu ki, keçmiş Rusiya imperiyasında yaşayan o milli azlıqlara öz müqəddəratını təyin etmə hüququ verilir, hətta öz müstəqil dövlətin yaratmaq hüququ verilir. Sonradan hətta noyabrın 20-sinə ayrıca olaraq Rusiya müsəlmanlara belə bir müraciət edilmişdi. Amma sonraki hadisələr göstərdi ki, bolşeviklərin bu irəli sürdüyü şüar əslində bir siyasi alət rolunu oynayırdı. Bolşeviklər xalqların öz müqəddəratını təyin etmə hüququ şüarı irəli sürdükdə buna sinfi nöqteyi nəzərdən yanaşırdılar. Yəni ki, millətlərin içərisində müəyyən siniflərin müqəddəratını təyin etmək, yəni fəhlə və kəndli. Bu isə açıq şəkildə millətlər daxilində vətəndaş qarşıdurmasına gətirirdi onun müxtəlif təbəqələri arasında və vətəndaş müharibəsinə. Biz əslində bunu Rusiyanın özünün tarixində gördük. 1918-20-ci illərdəki Rusiyanın daxilində bolşeviklərlə və onlara müxalifətdə olan qüvvələr arasında vətəndaş müharibəsi gedirdi. Bu əslində qardaşı qardaşa qarşı qoymaq bir ölkə daxilində idi. Amma bolşeviklər bundan çox məharətlə istifadə edib öz hakimiyyətini möhkəmləndirirdilər. Azərbaycanda da milli siyasətin kökündə bu dururdu ki, hakimiyyətə fəhlə və kəndlilər gəlməli idi və proletar diktaturası qurulmalı idi. Artıq Sovet hakimiyyəti Azərbaycanda qurulduqdan sonra bolşeviklər milliləşdirmə siyasətini irəli sürürlər. Bu milliləşdirmə siyasətin əsas normativ parametrləri 1923-cü ildə Rusiya Komünist Bolşevik Partiyasının 12-ci qurultayında, aprel-may ayında keçirilən, həmin ilin iyun ayında Moskvada keçirilən deməli, Respublika və vilayətlərin rəhbər işçilərinin 4-cü müşavirəsində və eyni zamanda Stalinin çıxışlarında və bu milliləşdirmə siyasətinin əsas parametrləri öz əksini tapır. Nə idi bu milliləşdirmə? İlk növbədə keçmiş Rusiya imperiyasının milli ucqarlarında yerli kadrların vəzifəyə təyin olunması, yerli dillərin kərgüzarlıqda geniş istifadə olunması, təhsildə geniş istifadə olunması, yerli milli mədəniyyətlərin inkişafı və nəhayət milli ərazi vahidlərinin yaradılması. Biz bilirik ki, məsələn, bir çox xalqlar üçün muxtar vilayətlər yaradıldı, muxtar dairələr yaradıldı. Məsələn, Azərbaycan Xalq Cumhuriyyəti var idi 18-20-ci illərdə. Sonradan onun ərazində Azərbaycan SSR-i yaradıldı. Yəni ki, bu əsas milliləşdirmə siyasətin əsas istiqamətləri idi və xüsusilə 20-ci illərdə bu siyasət bolşeviklər tərəfindən çox ardıcıl şəkildə həyata keçirilirdi. Həmin illərdə Azərbaycan rəhbərləri daha çox bilirsiniz ki, qeyri-millətlərdən təşkil olunurdu. Bu, Azərbaycanlı bolşeviklərin də əl-qolunu bağlayırdı. Bəlkə erməni ekspansiyası planlarının elə səbəbi bu idi. Mən sizə deyim ki, biz bu məsələyə bir qədər obyektiv yanaşmalıyıq da. Niyə görə Azərbaycanda rəhbərlikdə, xüsusilə 20-30-cu illərdə qeyri-millətlərin nümayəndələri üstünlük təşkil edirdilər? Birincisi ona görə ki, inqilaba qədərki dövrdə təkcə Azərbaycana yox, Cənubi Qafqazın əsas belə deyək, bolşevik təşkilatı Bakıda yerləşirdi. Bu ən iri Cənubi Qafqazda partiya təşkilatı idi və o dövrdə bu hərəkatda, hətta inqilaba qədərki hərəkatda ermənilər və ruslar çox fəal idilər. Azərbaycanlılar əsasən bu hərəkata 1917-ci ildən sonra qoşulurlar. Hətta məndə belə bir rəqəmlər var ki, məsələn 1922-ci ilin yanvarın 1-nə olan məlumata görə Azərbaycan Komünist Partiyasının üzvləri 5942 nəfər təşkil edir. Onlardan 2451-i Azərbaycanlı idi. Həmin o 2451 nəfərdən cəmi 17-si
1917-ci ilə qədər partiyaya üzv olmuşdu. Yəni böyük əksəriyyəti 17-ci ildən sonra, xüsusilə 1920-ci ildə Azərbaycanda Kommunist partiyası yaradandan sonra bu partiyanın üzvü olmuşdu. Yəni ki, ermənilər, ruslar, yahudilər bu inqilabi hərəkatda daha fəal idilər. Misal kimi, məsələn, 1918-ci il Bakı Kommunasının tarixini götürsək, Bakı Kommunasının 70-80% üzvləri ermənilər idi, ruslar idi. Azərbaycanlılar orada çox azlıq təşkil edirdilər. Bakı Kommunası süqut edəndən sonra Azərbaycan bolşeviklərinin böyük bir hissəsi Həştərxana köçür. Orada Zakavkaziya üzrə komissarlıq yaradılır və onların fəaliyyəti əsasən orada cəmlənir. Həmin dövrdə, Cümhuriyyət dövründə Azərbaycanda bolşevik hərəkatının əsas o gizli dövrü idi də yenidən. Əsas yükünü özlərinə qeyri-millətlər götürür. Məsələn, Mikoyan Bakı Komitəsinin rəhbəri olur. Yenidən Bakı Komitəsinin əsasən üzvləri qeyri-millətləri. Bəli, bunlar əsas yük bunların üstünə düşmüşdü bu gizli fəaliyyət dövründə. Azərbaycanlı kommunistlər, məsələn, mən olan familiyasını sadaladım. Nəriman Nərimanov, Dadaş Bunyazadə, Qəzənfər Musabəyev, Həmid Sultanov. Eyyub Bəyxan Budaq. Bunlar hamısı Azərbaycandan kənarda, Həştərxanda fəaliyyət göstərir. Ona görə də bu dövrdə bu əsas yük, əsas ağırlıq bu bolşevik fəaliyyətinin qeyri-millətlərin üstünə düşdüyünə görə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da əsas rəhbər vəzifələrə bunlar çəkildi. Həm də mərkəz həmişə belə deyək də sınaqdan keçmiş kadrlara daha çox arxalanırdı, onlara etibar edirdi. Həm də bir şey qeyd etmək lazımdır ki, Bakı Komitəsi həmişə Azərbaycan Komünist Partiyasının əsas sütununu təşkil edirdi. Mən indi bir rəqəm gətirim. 1940-cı il yanvarın 1-də Azərbaycan Komünist Partiyasının 79 min üzvü var idi. O 79 min üzvündən 44%-i ancaq Bakı Komitəsinin üzvləri idi. Və həmin Bakı Komitəsinin üzvləri arasında da cəmi 39% Azərbaycanlı idi. Bu 1940-cı il yanvarın 1-də. Yəni bütün bu rəqəmlər, bu faktlar göstərir və ki, niyə görə Azərbaycan rəhbərliyində əsasən qeyri-millətlərin nümayəndələri üstünlük təşkil edirdi. Həm də onu da etiraf etmək lazımdır ki, 33-cü ilə qədər bilirsiniz ki, Azərbaycan Komünist Partiyasının məsul katibləri qeyri-millətləri idi. Kaminski idi, Kirov idi, sonra bir üçlük yarandı 26-cı ildə. O üçlüyün tərkibində Levon Mirzayan idi, sonra Ağaverdiyev idi, Ruhullah Xundov idi. 29-cu ildə Nikolay Gikalo idi, 30-cu ildə Vladimir Polonski idi ki, 33-cü ilə qədər Komünist Partiyasının birinci katibi idi. Azərbaycan Komünist Partiyasının Bakı Komitəsinə, məsələn, 19-20-ci illərdə Mikoyan rəhbərlik edir. 20-ci ildən 22-ci ilə qədər Sarkis Daniyelyan rəhbərlik edir. 22-dən 29-a qədər Levon Mirzayan rəhbərlik edirdi. Və sözsüz ki, məsələn, bu Bakı Komitəsində də ermənilərin, rusların xüsusi çəkisi çox yüksək idi. Görməm, burada məsələn tutaq ki, əgər Azərbaycanlı olardısa da, məsələn Nərimanov, onun müavinləri çox vaxt həmin qeyri-millətlərdən təşkil olunurdu. Bağırovda da həmçinin. Sözə deyim ki, Azərbaycanlılar əsasən qanunverici və icraedici hakimiyyət orqanlarında üstünlük təşkil edirdilər. Məsələn, Azərbaycan İnqilab Komitəsi, sonradan Mərkəzi İcraiyyə Komitəsi, Azərbaycan Xalq Komissarlar Şurası, ayrı-ayrı komissarlıqların rəhbərliyində Azərbaycanlılar deməli yüksək vəzifələr tuturdular. Amma elə idarələr var idi ki, məsələn Bakı Soveti, Azərbaycan Neft Komitəsi, sonra Gömrük, Xəzər Gəmiçiliyi, Azərbaycan Milli Bankı. Burada yenə də digər millətlərin xüsusi çəkisi çox idi Azərbaycanlılara nisbətdə. Sovet hakimiyyəti milli məsələləri həll etməkdə nə dərəcədə uğurlu oldu? Mən hesab edirəm ki, bu milliləşdirmə siyasətində müəyyən uğurlar oldu. İlk növbədə savadsızlığın aradan qaldırılmasında, Azərbaycanlıların kütləvi şəkildə ibtidai, orta, ali məktəblərə cəlb edilməsində, yeni ali məktəblərin açılmasında. Məsələn, Azərbaycanda Sovet hakimiyyəti qurulanda bizdə cəmi bir ali məktəb var idi, Bakı Dövlət Universiteti idi. Sonra o Bakı Dövlət Universitetinin müəyyən nəzdində müəyyən fakültələr ayrıldı, müstəqil ali məktəblərə çevrildi. Bu xüsusilə 20-ci illərin sonu, 30-cu illərin əvvəlləridir. Biz bilirik ki, 1930-cu ildə ümumiyyətlə Bakı Dövlət Universiteti bağlamışdılar. Amma bu ona görə bağlanmışdı ki, onun əsasında məsələn əvvəl Gəncədə Kənd Təsərrüfatı İnstitutu açıldı, sonra Tibb Universiteti açıldı. Ondan başqa Dövlət Quruculuğu və Hüquq İnstitutu açıldı, Kooperasiya İnstitutu açıldı. Azərbaycanda pedaqoji universitetlər fəaliyyət göstərməyə başladı. Bunların məqsədi o idi ki, bu yerli millətlərin nümayəndələrindən kadrlar hazırlamaq.
Məqsəd bu idi. Yəni çünki Bolşevik hökuməti başa düşürdü ki, yerlərdə öz dayaqlarını möhkəmləndirmək üçün ilk növbədə rəhbərliyə yerli kadrlar gətirilməlidir. O başqa məsələ ki, bu kadrlar mütləq Kommunist Partiyasının üzvü olmalı idi. Bu kadrlar mütləq mənşəyinə görə, sosial mənşəyinə görə fəhlə sinifinin nümayəndələri olmalı idi. Bunlar öz işlərində bu partiya, bu ideologiyaya sadiq olduqlarını sübut etməli idi. Bu başqa məsələ. Amma yerli kadrları irəli çəkmədən o qarşıda qoyulan böyük vəzifələrə nail olmaq olmaz idi, məqsədlərə nail olmaq olmaz idi. İlqar müəllim, sizin mövzunuz, yəni müdafiə etdiyiniz mövzu əsasən ermənilərin ərazi ekspansiya planları ilə bağlı olub. Ümumiyyətlə, erməni ekspansiya planları konkret hansı əraziləri əhatə edib? Yəni, ümumiyyətlə, Sovet dövründəki ilk ekspansiya olunan Azərbaycan əraziləri hansı ərazilər olub? Əslində, erməni ekspansiyası planları artıq Rusiya imperiyası dağılanda 1918-ci ildə Cənubi Qafqazda 3 müstəqil dövlət yarandıqdan sonra başlayır. Söhbət əgər ərazi ekspansiyasından gedirsə. Çünki o dövrdə Cənubi Qafqazda 3 müstəqil dövlət yarandıqdan sonra bunların arasında ən kəskin məsələ ərazi məsələsi idi. Təsadüfidir ki, Cümhuriyyət həmin o dövlətlər süqut edənə qədər bu məsələlər öz həllini tapmadı. Çünki hər bir dövlət öz prinsipləri ilə irəli sürürdü. Məsələn, ermənilər deyirdi ki, harada ermənilər yaşayırsa o erməni torpağı idi. Azərbaycanlılar irəli sürdüyü prinsiplər onunla idi ki, tarixi etnoqrafik prinsip gözlənilməli idi. Amma məsələn, Azərbaycanla Gürcüstan arasında olan bu ərazi münasibətləri, ərazi mübahisələri daha dinç yolla həll olunurdu. Çünki Azərbaycan, Gürcüstan o dövrdə bilirik ki, müttəfiq idilər xarici təhlükələrə qarşı. Amma Ermənistanla Azərbaycan arasında 18-20-ci illərdə olan o ərazi münaqişələri qanlı müstəviyə keçmişdi, açıq müharibəyə gətirib çıxartmışdı və ermənilərin əsas iddia etdiyi ərazilər bu Zəngəzur idi, Naxçıvan idi, Şərül-Dərəliyəz idi, Qarabağ idi. Onlar hesab edirdilər ki, o ərazilər erməni torpaqları idi, çünki orada ermənilər yaşayır. Əslində, o dövrdə bu məsələlər həmin o dövlətlərin süqutunda çox böyük rol oynadı. Çünki xarici qüvvələr bu münaqişələrdən öz maraqları üçün çox məharətlə istifadə etdi, o cümlədən Rusiya. Çünki Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanın bütün xarici siyasəti Rusiyanın əlinə keçmişdi. Və Rusiya güya burada vasitəçilik rol oynayırdı. Amma bu ərazi münaqişələrindən əvvəl Azərbaycanı Sovetləşməsində istifadə etdi, sonra da Ermənistanın Sovetləşməsindən istifadə etdi. Tamamilə Cənubi Qafqazda hakimiyyəti ələ alandan sonra isə məhz Rusiya Kommunist Bolşevik Partiyasının tam nəzarəti altında, məsələn, Dağlıq Qarabağda ermənilər üçün bu qondarma bir muxtar vilayət yaratdı. Yəni, bu yolla güya bolşeviklər o bir neçə il davam edən o qanlı münaqişəyə son qoydu. Məsələn, Türkiyənin müdaxiləsi nəticəsində biz Naxçıvanı qoruyub saxlaya bildik Moskva və Qars konfransında. Amma Zəngəzurun bir hissəsini itirdik, qərbi hissəsini itirdik və 1921-ci ildə Qərbi Zəngəzur Ermənistana birləşdirildi. Bu dövrün tarixinin araşdırılmasında, bu dövrün tarixinə baxışda ümumiyyətlə Azərbaycan və xarici tarixçilər arasında hansı fikir ayrılıqları var? Burada da bilirsiniz, bir qradasiya aparmaq lazımdır. Əgər biz Azərbaycan Sovet tarixşünaslığını götürsək, Azərbaycan Sovet tarixşünaslığı ümumiyyətlə bu məsələlərə toxunmurdu. Azərbaycan Sovet tarixşünaslığının belə bir maraqlı bir belə inkişaf istiqaməti vardı. Müəyyən icazəli mövzular var idi ki, sən onları tədqiq edə bilərdin. Bu sənayinin inkişafı, kənd təsərrüfatı inkişafı, mədəniyyətin inkişafı, təhsil və digər sahələr. Amma belə kəskin mövzular, məsələn, ərazi münaqişələri, kadr siyasəti Azərbaycan tarixçilərinin ixtiyarında deyildi. Yəni, bu məsələlər üzərində müəyyən qədər bir tabu var idi. O ki, qaldı o dövrdə qərb tarixçilərinə, mən Soyuq müharibə dövründə deyirəm, bilirik ki, böyük bir sovetoloqlar məktəbi yaranmışdı. O tarixçilər daha çox SSR-nin siyasətini daha çox araşdırırdılar. Onlar ayrı-ayrı millətlərin, xalqların, tarixlərin araşdırmasına həm imkan yox idi. Çünki SSR bir bağlı ölkə idi, mənbələr əlçatan deyildi. Əsasən bunlar açıq nəşrlərdən, mətbuatdan, kitablardan istifadə edirdilər. Amma müəyyən məsələləri onlar da toxunurdular. Məsələn, Bakı Kommunasının tarixini araşdırırdılar, Azərbaycan Sovet hakimiyyətinin qurulması məsələsini araşdırırdılar.
SSR-nin yaranması məsələsini araşdırdı. Amma bu məsələlərə biraz belə konseptual yanaşma var idi. Daha detallara çox az tarixçilər gedirdi. Amma Azərbaycan müstəqilliyi qazandıqdan sonra biz bilirik ki, məsələn, Tadeusz Svetaxovski kimi müəlliflərin əsərləri, Audrey Alstott kimi müəlliflərin əsərləri, Firuz Kazımzadə kimi onların əsərlərini biz əldə edə bildik və gördük ki, həmin tarixçilər Azərbaycan Sovet tarixçilərindən fərqli olaraq bir çox məsələlərə başqa prizmadan baxırlar. Bizim üçün yeni bir prizmadan baxırlar. Və son müstəqillik illərində də Azərbaycan tarixçiləri də bu istiqamətdə çox böyük tədqiqatlar apardılar. Yəni, indi artıq biz həmin ərazi münaqişələri haqqında açıq yaza bilirik, həmin aparılan kadr siyasəti haqqında açıq yaza bilirik. Düzdür, burada da müəyyən məsələlər var ki, belə deyək, elmi cəhətdən bəzi hallarda bu elmilik itir bu məsələlərdə, bir çox emosiyalara yol veririk. Amma bu son 30 ildə ki, o vaxtilə məxfi saxlanılan arxiv sənədləri bizə əlçatan oldu. Biz o arxivlərə girdik, vaxtilə qadağan olmuş sənədləri əldə etdik. Artıq bu istiqamətdə də Azərbaycan tarixçiləri kifayət qədər samballı əsərlər ortaya qoyublar. Siz o dövrün tarix materialları ilə tanışsınız. Ümumiyyətlə, Sovet arxiv materialları bu dövrün hadisələrində nə dərəcədə obyektiv işıq sala bilib? Ümumiyyətlə, arxiv materiallarından danışanda belə bir yanaşma olmalıdır da. Arxiv materiallarının özünün də müəyyən bir səviyyələri var. Məsələn, elə arxiv materialları var ki, orada daha çox idarəetmə prosesi ilə bağlı idi. Sovet idarəetmə prosesi ilə. Müəyyən təsərrüfat planları, müəyyən kadrların təyin edilməsi, müəyyən qurultay və plenumların qətnamələri. Bu sənədlər daha çox publik idi. Biz bunu mətbuatdan bilirdik. Mətbuatdan, ayrı-ayrı kitablarda, belə deyək, statistik külliyyatlardan bu daha geniş oxucu kütləsinə, alim təbəqəsinə bu daha çox əlçatan idi. Amma bir də var idi ki, uzun illər məxfi qrifi altında saxlanılan sənədlər idi. Bu, məsələn, rəhbər işçilər arasında olan yazışmalar. Bu, həmin yazışmalar bu sistemin qüsurlarını, bu sistemin problemlərini daha qabarıq ortaya qoyurdu. Hətta o yazışmalarda iştirak edən rəhbər işçilər belə o problemləri həmin bir-birinə yazışma vaxtı o problemləri açıq şəkildə qoyurdular. Onların həlli yollarını axtarırdılar. Məsələn, biz bugün Orjonikidzenin, Stalinin, Orjonikidzenin, Molotovun, Mirzəcəfər Bağırovla Stalinin yazışmalarını qoysuq, ya da Azərbaycan rəhbərliyi, Nərimanovun digər, məsələn, Stalinin, görürük ki, vaxtilə onlar məhvi olubdu o sənədlər. Görürük ki, nə dərəcədə nə qədər böyük problemlər var idi bu sistemdə, istər kadr siyasətində, istər iqtisadi sahədə və digər sahələrdə. Bir də var, məsələn, aşağı rəhbər işçilərin yuxarıdakı rəhbər işçilərə olan yazıları, məktubları. Orada da, məsələn, hiss olunur ki, aşağıda oturan o məmurlar yuxarı yazdıqları məktublarda daha çox məsələləri şişirdirdilər. Reallıqdan uzaq məlumatlar verirdilər. Çünki onlar çalışırlar öz vəzifələrini qorusunlar, həm də rəhbərlikdə olan şəxslərin özünə qarşı hər hansı bir cəza tədbirlərinin görülməsinin qarşısını alsınlar. Yəni ki, amma hesab edirəm ki, Sovet arxiv sənədlərinə yanaşanda bir qədər tənqidi yanaşmaq lazımdır. Onlardan istifadə edərək digər mənbələrdən, alternativ mənbələrdən, xatirələrdən, tədqiqatlardan, statistik məlumatlardan istifadə etmək lazımdır ki, məsələyə daha kompleks yanaşasın. 44 günlük Vətən müharibəsindən sonra bilirsiniz ki, bir yeni reallıq yaranıb. O mənə maraqlıdır. Post müharibə və post sülh dönəmində bir tarix institutunun təmsilçisi kimi Azərbaycan tarixinin yazılmasında necə görürsünüz? Konsepsiyası ilə bağlı bir ümumiyyətlə hədəf varmı? Sözsüz ki, hörmətli Kərim müəllim 2021-ci ildə Tarix İnstitutunun rəhbərliyinə gəldikdən sonra ilk gündən bu Azərbaycan tarixinin konsepsiyası məsələsi üzərində iş gedir və əvvəl bir ciddilik Azərbaycan tarixi, sonra yeni çox ciddilik Azərbaycan tarixi üzərində işlər başlayıb. Sizə qeyd edim ki, sonuncu dəfə çox ciddilik Azərbaycan tarixi akademiya səviyyəsində 1997-2003-cü illərdə nəşr olunub 7 cildlik. Amma bir cildlik Azərbaycan tarixi sonuncu dəfə 90-cı illərin əvvəllərində nəşr olunub. Yəni ondan sonra Akademiya Tarix İnstitutu bu istiqamətdə külliyyatlar ya da kitablar buraxmayıb. Ona görə biz indi bu işi aparırıq və yaxın vaxtlarda biz o bir cildliyi nəşr edəcəyik. Niyə görə biz bir cildlikdən başlamışıq? Biz istəyirik bu yeni bir konsepsiyanı bu bir cildlikdə öz əksini tapsın. Yəni ki, Azərbaycan tarixinin dövrləşməsi,
məsələsi çox vacibdir. Azərbaycan xalqının etnogenezi məsələsi çox vacibdir burada. Ayrı-ayrı tariximizin mərhələləri, bunu yeni yanaşma məsələsi var burada. Ona görə biz hesab edirik ki, geniş oxucu kütləsi üçün biz bu bircikliyi ortaya qoyucuq və həm elm aləmində, həm də geniş oxucu kütləsinin bu bircikliyə münasibətini bilmək istəyirik. Harda qüsurlar var, harda müsbət cəhətlər var. Əslində biz bu işi başlamışıq. Biz artıq həmin bircikliyə daxil olan ayrı-ayrı fəsilləri, paraqrafları artıq elektron şəklində öz Tarix İnstitutunun portalına qoymuşuq ki, və hətta müraciət etmişik ki, hamıya ki, əgər siz burada hansı nöqsanlar görürsünüzsə, yazın bizə. Xüsusi e-mail də yaratmışıq o ilə bağlı. Yəni bu yolla da artıq biz işi təşkil eləmişik, bunun aprobasiyasını aparırıq. Və inanıram ki, biz bu il artıq müstəqillimizin 35 illiyini qeyd edirik və biz çalışacağıq ki, bu il xüsusilə o bircikliyin nəşrini həyata keçirək. Belə, hörmətli tamaşaçılar, bugünkü verilişimizin qonağı Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini, Tarix elmləri doktoru İlqar Niftəliyev idi. Sağ olun, növbəti görüşlərədək.